Bakı Dövlət Universiteti və Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Karyera Festivalı keçirilib. Festivalda 100-dən çox işə götürən Bakı Dövlət Universitetinin tələbə və məzunlarına 1200-dən artıq vakansiya, 500-ədək təqaüd proqramı təqdim edilib. Bakı Slavyan Universitetində isə ikinci karyera yarmarkası keçirilib. 40-a yaxın şirkət 350 vakansiya ilə iştirak edib. Festivalda iştirak edən 40-dək şirkət gənclərə 350-yə yaxın iş imkanı təqdim edir. Bakı Dövlət Universitetində təşkil olunan Karyera Festivalı tələbələri gələcək peşə həyatına bir addımda yaxınlaşdırır. Festivalda iştirak edən şirkətlərlə tanış olan gənclər mövcud vakansiyalar barədə məlumat əldə edirlər. IT ilə maraqlanıram, sahəm kiber təhlükəsizlikdir və bu yöndə gedirəm və burada da bir çox Karyera Festivalında gördüm şirkətlərin, IT sahəsi ilə bağlı şirkətlərin həqiqətən də çox böyük töhfə verdilər mənə. Bu layihədə bəzi şirkətlərin əməkdaşları ilə daha yaxından tanış olub, gələcəkdə işləyəcəyimiz ixtisaslar barədə çoxlu məlumat aldıq. Bugün çox xoşdur ki, həqiqətən universitetimizdə bu miqyasda Karyera Festivalı keçirilir və biz müxtəlif şirkətlərdən, onların stendlərindən yaxınlaşıb məlumatlar əldə edə bilirik. Düşünürəm ki, bu festival məzun və tələbələrə, gənc istedadlara öz karyeralarını qurmaqda, əmək bazarına inteqrasiya etməkdə çox kömək yardımcı olacaq. Ümid edirik ki, gələcəkdə holdingimizin inkişafına, daha da çiçəklənməsinə dəstək verəcək gəncləri öz sıralarımızda görəcəyik. Universitetin məzunlarına karyerada ilk addımlarını atmaq üçün şərait yaradırıq. Karyera Festivalı ənənəvi olaraq hər il keçirilir. Bu ilki Karyera Festivalı həm sərgidən, eyni zamanda yeni bir formatda təşkil etdiyimiz digər tədbirlərin təşkilindən ibarətdir. Bunların sırasında workshopların təşkili, təlimlər, seminarlar, müzakirələr, yəni 6 fərqli məkanda müxtəlif mövzular ətrafında bir sıra dövlət və özəl qurumların nümayəndələrinin iştirakı ilə bu müzakirələr keçiriləcəkdir. Yarmarkanın təşkil olunduğu digər bir universitet isə Bakı Slavyan Universitetidir. Tələbələr burada öz CV-lərini təqdim edərək ilkin müsahibə imkanı qazanırlar. Bugünkü yarmarka həqiqətən hər birimiz üçün çox fürsətdən yararlanmaq üçün çox gözəl bir şans oldu. Hər bir nümayəndə bizə açıq olaraq hər bir ixtisas üçün uyğun olan vakansiyaları bizə qeyd etdi. Bugünkü yarmarkada bizim universitetdəki 3-cü və 4-cü kurs tələbələrimiz təcrübə qazanaraq gələcək iş həyatlarında daha yaxşı fəaliyyətlər qazana bilərlər və daha rahat işlərə qəbul ola bilərlər. Lalə Allahverdiyeva, Royal Əsədov, Ayşən Cümşudova, ASTV Xəbər.